Gəlin sizin üzərinizdən danışaq. Siz mənə təqribən bunların hamısını saydınız və maşınların modellərini dediniz. Nəyi almaq istəyirsiniz? Bəli. İçində Çin maşını da var idi, Alman da var idi, Koreya da var idi. İndi adlarını deməyim, o dəqiqə başlayacaqlar ki, deyir 200 manat pul alıb, deyir onu tərəfləyir. Nətərsə demə, yəni bu təfəkkürə mənim danışıqlarım heç vaxt çatmayacaq. Bu adam düşünür ki, mən 200 manat hansısa şirkətdən pul alıb çıxıb onu burada tərəfləyirəm. Biz ölkə olaraq treylerə baxıb, 45 saniyəlik treylerə baxıb bu kino pisdir deyən adamlarıq. Yəni 1 saat yarımlıq, 2 saatlıq kinonun treyler olur. Deyirsən filan kino çıxıb baxmısan, deyir ki, yox o pisdir. Deyirəm ki, baxmısan, deyir yox 45 saniyəlik reklamına baxdığımda xoşuma gəlmədi. Yəni mənim sözlərim siz qoymusunuz TikTokda, Instagramda zətdə, o oradan buradan qırılmış sözləri götürür, ona rəy bildirir. Bəli. Bu təfəkkürdəki insan ümumiyyətlə velosipeddə sürməsin. Ümumiyyətlə velosipeddə sürməsin. İndi seçim haqqında danışacağam. Gəlin belə ardıcıl izləyək bunu. Seçim nə deməkdir? Seçim birinci növbədə özünüzü tanımalısınız. Siz özünüzü tanıdınız və mənə 5 dənə maşın dediniz. Fərqindəlik olmalıdır. Mən kiməm, mənim ehtiyaclarım nədir? Axı bilirsiniz, maşınlar cürbəcür olur. Elədir. Fərqindəlik. Siz artıq müəyyən bir təcrübə əsasında 5 dənə maşını seçdiniz. Sonra gəlir bunu ayırd eləmək. Əslində siz bütün bu maşınlar haqqında bilginiz olduğunuz halda, siz mənə sual verəndə, mən də sizə cavab verəndə, mən başladım biraz dərinə getməyə. Nəyə görə bu maşın, nəyə görə bu maşın, nəyə görə bu. Amma bir dəfə də demədim ki, alma Kitay, alma Koreya, alma Alman, alma elektrik, alma hibrid, alma dizel. Demədim bu sözü. Düzdür. Dedim ki, mən sizə məhfumu açıram ki, nədir bu? Bunun altında duran nədir? Siz də mənə dediniz ki, mən sizi tam anladım və mən onda belə başa düşdüm ki, mənim seçimim budur. Yenə də adını deməyək nə idi sizin seçiminiz, çünki deyəcək reklam edirlər 200 manat pul alıb. Hə. Burada nə baş verdi? Siz birinci fərqindəlik yaratdınız, dərk elədiniz. Azərbaycan dilində, öz ana dilimizdə mənə sual verdiniz. Fikrinizi mənə aydın elədiniz. Mən də Azərbaycan dilində, ana dilində daha dərinə getdim və sizə izah elədim. Siz Azərbaycan dilində, ana dilində başa düşüb analitikliyə getdiniz. Analitik qabiliyyət deyirlər, seçim eləmək qabiliyyəti. Bugün məktəblərimizdə 3 dənə şeydən imtahan veririk biz. Azərbaycan dili ədəbiyyatı, riyaziyyat, məntiq və ingilisli. Nəyə görə belədir? Müasir insan nəticə olaraq öz dilində anlamalıdır ki, fikrini bildirə bilsin. Xarici dildə anlamalıdır ki, ünsiyyət bildirə bilsin. Riyaziyyatla anlamalıdır ki, analitik qabiliyyət eləyə bilsin. Dilin axırında yenə bir hesab var. Mən sizə deyəndə, siz analitik qabiliyyətdə bunu elədiniz. Və siz mənə cavab verdiniz ki, mən kesinliklə qərar verdim ki, budur məsələ. Yəni, seçim eləyən siz, analitik qabiliyyətiniz olmalıdır. Fərqindəlik olmalıdır ki, mənim dediklərimi başa düşə biləsiniz. Əks halda mənim dediyim boş divardır və gedib sizə dəyər. İndi bunun dalını gətirirəm.